Salam dostlar, bugün sizə daha bir mövzu haqqında danışmaq istəyirəm. Deməli, bir hadisə ilə rastlaşdım. Deməli, yolun düz ortasında ana telefon tutmuşdu və qızı da TikTok üçün video çəkirdi. Maraqlıdır ki, yəni anası da elə çəkirdi ki, elə bir peşəkar operatordur. Hətta mən insanlar tanıyıram ki, yəni qızı yəni soyunur, orasını burasını göstərir. Anası da yanındadır və anası da heç nə demir və düşünür ki, qızım deyəndə də ona ki, bəs niyə anan neyini? Deyir ki, qızım yəni pul qazanır. Şir atırlar, pələng atırlar, pul qazanır və şir atır, pələng atır. Bu günləri şirə, pələngə, daha sonra isə pula, daha sonra isə həmin qız nə olacaq? Yəni pozğunluq eləyəcək, düşəcək çöllərə və anasının deməli tərbiyəsi, nizami, intisami üzərində olmayandan sonra deməli ki, qız da korlanacaq. Bu günləri o TikTok çəkib, TikTokda soyunanda anası, atası deməlidir ki, ay bala, sən neyinirsən, sən şirə, pələngə görə niyə özünü bu hallara salırsan? Nə gic-gic hərəkətlər eləyirsən? Elə bilirsiniz ki, azdır. İnanın mənə, nə bilim, qızı ilə, oğlu ilə, digərləri ilə min hərəkətlər eləyənlər var. TikTokdakı şirə atsınlar, pələng atsınlar, nə bilim, bir manat çörək versinlər bunlara. Yəni belə insanlar bu dəqiqə çoxluq təşkil eləyirlər. Və bu gün TikTok, sosial şəbəkələr Azərbaycanda xeyrə bir şey yaramır. Bu günlər sosial şəbəkələrə baxın, görüşürəm 50 manata, 30 manata açıq bazar deyə qoyub bədənin çöldə. Açıq bazardır. Mən bu günlər 30 manata görüşürəm, 40 manata görüşürəm. Hətta insanlar var ki, alver eləyir. Bəlkə aşağı düşərsən, aşağı yeri var, aşağı yeri var. Nədir? İnsan bədənini satır, insan tərbiyəsizlik, əxlaqsızlıq, mədəniyyətsizlik eləyir. Bunlar hamısı nələrdən gəldi? Bunlar hamısı gəldi TikTokdan ki, valideynlər boş buraxdılar uşaqların və sosial şəbəkədə mənim uşağımın rəfiqəsi kimdir, kimlə danışır, kimlə neyini, gecə saat 1-də, 2-də bir insanın uşağı evə gəlir və soruşmur ki, ümumiyyətlə, yəni bu uşaq hardadır və soruşanda da deyirlər ki, rəfiqəsi gildədir. Gecə saat 1-də, 2-də hansı normal insan rəfiqəsi gildən gələ bilər? Yəni elə bir maşınlarla gəlir ki, yaxşı, deyək ki, rəfiqəsi gildən gəlir. O maşınlar hardandır? Deyinən ki, əyləncədən gəlir, oğlanla gəzməkdən gəlir, pozğunluqdan gəlir. Niyə boynu almırsan ki, sənin qızın pozğundur, əxlaqsızdır? Bu zamanı hara gedir? Bununla hara gedir? Analar, valideynlər niyə görə övladlarına bir baxmırlar? Hə? Niyə nəzarət eləmirlər? Bunun acısını hələ çəkmirik. Birazdan sonra çəkəcəyik ki, necə ki deyirlər ki, yaxşı qız tapa bilmirik evlənməyə, İraq yaxşılardır. Bax, bunun acısını birazdan sonra biz çəkəcəyik.